Kənd Təsərrüfatı Nazirliyi və Yüksəliş İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən Üfüq Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı prioritet istiqaməti olaraq müəyyən edilib. Son illərdə aqrar sahədə aparılan ardıcıl və sistemli islahatlar, müasir texnologiyaların geniş tətbiqi, infrastrukturun yenilənməsi və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi kənd təsərrüfatının dayanıqlı və rəqabət qabiliyyətli inkişafına əhəmiyyətli töhfə verir. Bu karyera inkişaf proqramının məqsədi Kənd Təsərrüfatı Nazirliyində çalışan, peşəkar, potensialı olan, liderlik qabiliyyəti olan əməkdaşların müəyyən edilməsi, onların dəstəklənməsi, inkişaf etdirilməsi və eləcə də kadr ehtiyat bankının yaradılmasıdır. Bu mərhələnin, deməli, bu yarışın birinci mərhələsində 2771 əməkdaşımız qeydiyyatdan keçmişdir. Əsas kriteriyalarımız onların vəzifəli Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı olmağı, ali təhsilli olmağıdır. Bu 2771 nəfər birinci mərhələdən sonra 1331 nəfər də ikinci mərhələdə keçirilən imtahanı uğurla keçmiş və üçüncü mərhələyə keçmişdir. O 1331 nəfərdən də 205 nəfəri 3-cü mərhələdə keçirilən qabiliyyət imtahanından sonra 4-cü final mərhələsinə keçid hüququ qazanmışdı. İnanıram ki, bu müsabiqə Kənd Təsərrüfatı Nazirliyində olan əməkdaşların potensialının müəyyən olunması, onların gələcək karyeralarının kənd təsərrüfatı sahəsində daha uğurlu qurmalarına xidmət eləyəcək. Bu Üfüq Karyera İnkişaf Proqramı yüksəliş müsabiqəsi İctimai Birliyinin dəstəyi ilə keçirilir və oranın ekspertləri tərəfindən qiymətləndirmə həyata keçiriləcək. Bütün yarış tam şəffaf, dürüst şəkildə keçirilir və inanıram ki, bu Azərbaycan kənd təsərrüfatının gələcəyinə çox müsbət təsir edəcək. Gənclər və İdman Nazirinin müavini Yüksəliş müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edib ki, Üfüq Karyera İnkişaf Proqramı ölkəmizdə aqrar sahədə peşəkar idarəçi, qabaqcıl mütəxəssis potensialının aşkara çıxarılması məqsədi ilə ərsəyə gəlmiş əhəmiyyətli təşəbbüsdür. Bu öz-özündə çox müsbət haldır, çünki artıq bu ixtisaslaşmış bir müsabiqədir. Burada da 2000-dən artıq müraciət olmuşdur və bu final mərhələsidir. Finalda 205 nəfər iştirak edir. Bunların qiymətləndirilməsi üçün Yüksəliş müsabiqəsi tərəfindən hazırlanmış ekspertlər qiymətləndirmə prosesində iştirak edirlər və eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin aparıcı qurumlarının rəhbərləri və qurum öz rəhbərliyi də bu mərhələdə qiymətləndirmədə iştirak edirlər. Müsabiqənin final mərhələsində iştirak üçün iştirakçılar 3 mərhələli seçimdən keçmişlər, çətin suallardan çətin mərhələləri adlamışlar və bugün artıq qeyd etdiyim kimi 205 nəfər finaldadır. Qeyd edək ki, finalda müsabiqənin əvvəlki 3 mərhələsini uğurla başa vuran 191 nəfər iştirakçı mübarizə aparıb. Müsabiqənin nəticələri 3 iş günü ərzində açıqlanacaq və qalib gələn 25 iştirakçı fərdi inkişaf proqramına cəlb olunacaq. Müxtəlif təlimlər, coaching sessiyaları, komanda quruculuğu tədbirləri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.